Abşeron rayonunda 39 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib. Hadisə ötən ilin noyabrın 25-də rayonun Məmmədli qəsəbəsində baş verib. Səlyan rayon sakini 1987-ci il təvəllüdlü Sərxan həmin gün təxminən saat 20 radələrində birgə yaşadıkları mənzildə qeyri-rəsmi münasibətdə olduğu Zümrüdün və yüz və bədən nahiyəsinə qəsdən bir neçə dəfə əli ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, təxminən bir il yarımdır Zümrüd ilə qeyri-rəsmi olaraq birgə yaşayıblar. Mən Zümrüdlə münasibətdə başladığım vaxtdan aramızda mübahisələr olub. Sonuncu dəfə 2025-ci ilin noyabrın 25-də yaşadığımız qəsəbədə yerləşən binanın həyətində Zümrüdlə birlikdə gəzən zaman o sürətli yeriməyim ilə bağlı mənə irad tutdu. Bundan sonra Zümrüd ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Buna görə əsəbləşərək Zümrüd ilə yüksək səslə danışdım deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Zümrüd ilə birlikdə saat 20 radələrində yaşadıkları mənzilə qalxıb və mübahisəyə evdə davam ediblər. Yaşadığımız mənzildə olan zaman Zümrüd yenədən ünvanıma nalayiq ifadələr işlətdi, övladlarıma qarğış etdi. Bu zaman əsəbləşdim, əlim ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirdim. Bundan sonra Zümrüd digər otağa keçdi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını, zərər çəkənin ona qarşı heç bir şikayəti olmadığını deyib. Bu işə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə icraata xitam verilib. Gədəbəy rayonunda 54 yaşlı kişi həyat yoldaşına şiddət göstərib. Hadisə ötən ilin avqustun 28-də rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Azər həmin gün saat 10 radələrində yaşadıkları evlərində arvadı Sevinç ilə mübahisə edib, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə yumruq zərbələri ilə arvadını vurub. Daha sonra qadını yerə yıxaraq bədəndən müxtəlif nahiyələrinə təpik zərbələri vurub. Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində yaşayır, heç bir yerdə işləmir. Zərər çəkmiş Sevinç arvadımdır. Avqustun 27-sində arvadım ilə qardaşım oğlu Elvinin toyuna getdik. Toy qurtardıqdan sonra avqustun 28-də gecə saat 2 radələrində evə getdim. Arvadım qardaşım oğlu Elvingildə qaldı. Həmin gün saat 10 radələrində evdə olarkən arvadımın gəldiyini gördüm. Mən bundan əvvəl spirtli içki qəbul etdiyim üçün sərxoş olmuşdum deyə o ifadəsində göstərib. Azərin sözlərinə görə Sevinç evin həyətində olan da axşam birlikdə evə gəlmədiyi üçün əsəbi olduğunu deyib. Bu zaman Sevinç mənə cavab vermədən evə girdi. Sözlərimə məhəl qoymadığı üçün onun baş və üz nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən Sevinç yerə yıxıldı. Bundan sonra ona bir neçə ayaq zərbəsi də vurdum. Daha sonra Sevinç yıxıldığı yerdən qalxaraq evdən getdi. Bir müddət sonra günorta radələrində Sevincin qardaşına zəng vurdum. Sevincin onlarda olub-olmadığını soruşdum. O isə Sevincin onlarda olduğunu dedi. Bundan sonra Sevinci evə qaytarmaq istəsəm də gəlməyə razı olmadı deyə o ifadəsində göstərib. Gədəbəy rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci hissəsinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.
Ucar rayonunda 27 yaşlı gəlin qaynanasına xəsarət yetirib. Hadisə ötən ilin avqustun 7-sində Ucar şəhərində baş verib. Ucar rayon sakini 1989-cu il təvəllüdlü Bahar qaynanası Zəminə ilə mübahisə edib. Həmin gün saat 10 radələrində yaşadıkları mənzildə olduqları zaman qaynanası ona yaşadıkları evdən getməsini tələb edib. Bu zaman 27 yaşlı gəlin ilə qaynanası arasında mübahisə yaranıb. Mübahisə zamanı Bahar qaynanasına bir neçə dəfə yumruq ilə sol çiyninə və sol qoluna vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Baharın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Bahar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O əməlindən peşman olduğunu bildirib, işə bəraət verici əsaslar olmadan cinayət işinə xitam verilməsini barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin təqsirli şəxslə şikayətçi olduğunu, ona sərt cəza tətbiq edilməsini istəyib. Qeyd edilir ki, Bahar 3 az yaşlı uşaq anasıdır. Ucar rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilib, onun barəsində olan cinayət işinə xitam verilib. Sumqayıt şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin fevralın 1-də Sumqayıt şəhəri 29-cu məhəllədə baş verib. 1963-cü il təvəllüdlü Mehdi arasında baş vermiş mübahisə zamanı Mahirin ağız nahiyəsinə vuraraq ona xəsarət yetirib. İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, fevralın 1-də saat 19 radələrində sonradan adını bildiyi Mahirin binadan çıxarkən blokun qapısını örtmədiyi üçün aralarında mübahisə yaranıb. Onun sözlərinə görə mübahisə zamanı bir dəfə onun ağız nahiyəsindən vurub. Bu işə Sumqayıt şəhər məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmə təqsirləndirilən şəxsin barışmasını nəzərə alıb, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. Astara rayonunda 63 yaşlı kişi qonşusuna xəsarət yetirib. Hadisə Astara şəhərində baş verib. 1963-cü il təvəllüdlü Vasif yaşayış binası həyətində Zamiqə xəsarət yetirib. Bu zaman Vasif Zamiqin arasında şəxsi münasibətlər üzərində mübahisə yaranıb, mübahisə cinayətlə nəticələnib. Bu işə Astara rayon məhkəməsində baxılıb, məhkəmə təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə zərərçəkmişlə barışmasını nəzərə alaraq xitam verib.